Salam, hörmətli müəllimlər. Bizim bugünkü verilişimiz metodika və pedaqogikaya həsr olunur. Aynur Rüstəmovanın təqdimatında müasir pedaqoji yanaşmalardan danışacağıq. Salam Aynur xanım. Xoş gördük. Aynur xanım, dövrümüzdə hansı müasir pedaqoji yanaşmalar aktualdır? Salam Pərvinə xanım, salam hörmətli izləyicilər. Təşəkkür edirəm suala görə. Bu suala cavab verməmişdən əvvəl mən istərdim ki, ümumiyyətlə pedaqoji yanaşmaların funksiyası nədən ibarətdir, bu barədə danışaq və daha sonra hansı pedaqoji yanaşmaların dövrümüzdə aktual olduğu və nə üçün aktual olduğu haqqında müzakirə apararıq. Pedaqoji yanaşmanın funksiyası nədən ibarətdir? Dövlətin təhsil standartlarının tələblərini reallaşdırmaq, şagirdlərdə dövrün tələbinə uyğun olan bacarıq və dəyərlər formalaşdırmaq, bunun üçün müxtəlif sahələrlə, həmçinin həyatla inteqrasiya yaratmaq, bundan əlavə şagirdlərdə inteqrativ düşüncə, tənqidi yaradıcı təfəkkürü inkişaf etdirmək, bu cür düşüncəyə malik olan şəxsiyyət yetişdirmək və baza bilikləri tədqiqat, araşdırma yolu ilə qazanmaq, eyni zamanda müstəqil öyrənməyə malik olan şəxsiyyəti yetişdirməkdən ibarətdir. Bu dövrün və təhsil standartlarının tələbidir və hansı pedaqoji yanaşmalar bu tələblərə cavab verir? Ümumiyyətlə, bütün dünyada və uzun müddətdir ki, konstruktivizm yanaşması, daha sonra şagirdlər arasında əməkdaşlığın formalaşdırılması, tədqiqat əsaslı və ya sorğu əsaslı yanaşmanın formalaşdırılması, inteqrativ yanaşma və refleksiv yanaşma pedaqoji yanaşmalar içərisində ən öndə gedənlərdir və dövrümüz üçün bu bacarıqlar həqiqətən çox aktual olduğu üçün, çünki müasir insan, yəni 21-ci əsrin insanı bu yumşaq bacarıqlara, tənqidi düşüncəyə, problem həll etməyə, qərar qəbul etməyə və s. bu kimi həyati bacarıqlara malik olmalıdır və bu bacarıqları şagirdlərdə formalaşdıran məhz adlarını çəkdiyimiz pedaqoji yanaşmalardır. Biz bugün hər pedaqoji yanaşma haqqında kiçik məlumat verəcəyik, onun üstünlükləri və şagirdə qazandıqları bacarıqlar haqqında danışacağıq. İlk konstruktivizm yanaşmasından danışmaq istərdik ki, konstruktivizm yanaşmasının əsasında şagirdin müstəqil öyrənməsi dayanır. Şagird özü müstəqil şəkildə araşdırma aparır, informasiya əldə edir. İnformasiyalar şagirdə hazır şəkildə təqdim edilmir. Şagirdi öyrədən tərəf, bu müəllim ola bilər, valideyn ola bilər, şagirdi sadəcə yönəldir, fasilitasiya edir. Şagird mərkəzlidir, öyrənmə prosesi burada və şagirdə öyrənməyin yolları öyrədilir. Bu artıq dünyaya məlum məsələdir ki, biz şagirdə informasiyanın hamısını verə bilmərik, amma öyrənmənin yollarını öyrədə bilərik. Demək, konstruktivizmin əsasını Jean Piaget qoymuşdur. O, zehni və fərdi konstruktivizmin əsasını qoymuşdur. Daha sonra bu yanaşmanı inkişaf etdirərək Vygotsky sosial konstruktivizmin əsasını qoymuşdur. Zehni və fərdi konstruktivizm deyəndə nə nəzərdə tutulur? Burada şagirdin özünün, zehninin götürə biləcəyi şəkildə öyrənməsi, amma bu öyrənmə prosesinin müstəqil şəkildə aparılması nəzərdə tutulur. Daha sonra Vygotsky sosial konstruktivizmi inkişaf etdirmişdir. Sosial konstruktivizmin əsasında isə insanların bir-biri ilə danışaraq, əməkdaşlıq edərək, müzakirə edərək öyrənməsi dayanır. Və pedaqogikada əlbəttə ki, sosial konstruktivizm həmişə bir addım qabaqdadır. Çünki insanlar müzakirə zamanı daha asan, daha rahatlıqla öyrənirlər. Lakin bu o demək deyil ki, fərdi konstruktivizmdə faydalı deyil. Burada əsas məqsəd ondan ibarətdir ki, istənilən halda informasiya şagirdə hazır şəkildə verilməsin. Şagird bunu özü araşdıraraq, müzakirə edərək, özü taparaq, problemi özü həll edərək öyrənmə prosesinə cəlb olunsun. Əməkdaşlıq əsaslı yanaşma da çox aktual bir yanaşmadır. Çünki bu yanaşmanın əsasında şagirdlərin bir-birinə əməkdaşlıq edərək öyrənməsi dayanır. Məsələn, sosial konstruktivizm burada özünü göstərir. Şagirdlərdə bu proses necə baş verir?
Komandalar yaradılır. Bu komandalara ümumi bir işin icrası tapşırılır və yaxud bu cütlərlə iş ola bilər. 3 nəfər, 4 nəfər bir kiçik komanda yarada bilər. Burada iş necə gedir? Deməli, ünsiyyət qurulur, bir-biri ilə əlaqəli şəkildə işləmək tələb olunur, yaradıcılıq tələb olunur, eyni zamanda hesabatlılıq tələb olunur. Belə ki, hər kəs digərinə öz işini təhvil verməlidir ki, iş davam etsin. Hər kəsin bir-biri qarşısında hesabatlığı vardır. Əgər biri prosesi yubadarsa, bu digərinin prosesin yubanmasına səbəb ola bilər. Bu nöqteyi nəzərdə hamı birlikdə ümumi bir iş üçün çalışırlar və nəticə etibarilə şagirdlərdə lazım olan bacarıqlar. Bu bacarıqlar hansılardır? Komanda işidir, yaradıcı düşünmədir, tənqidi təfəkkürdür, nəticə çıxartmadır, qərar qəbul etmədir, vaxtın idarə olunması bu çox vacib bacarıqdır. Komandada işləmək bacarığıdır. Bu da çox vacib bacarıqdır. Bu bacarıqlar istər-istəməz formalaşır. Sorğu əsaslı yanaşma. Sorğu əsaslı yanaşma deyəndə nə nəzərdə tutulur? Burada sorğu sualların cavablandırılması nəzərdə tutulmur. Sorğulamaq sözünə daha çox yaxındır bunun mənası. Yəni insan aldığı informasiyanı mütləq sual altına salır və onun doğru olub-olmadığını araşdırır və müəyyənləşdirir. Sual yarana bilər ki, bu qarşı tərəfə etibarsızlıqdırmı? Xeyr. Bu istənilən informasiyanın mənbədən alınmadığı halda yanlışlığa və yaxud hər hansı bir dəyişikliyə yol verilməsi ehtimalının nəzərə alınmasıdır. Bu o deməkdir ki, şagird başa düşür ki, ona gələn informasiya özü tərəfindən əldə olunmadığına görə, mənbədən öyrənilmədiyinə görə başqasının interpretasiyasına uğramış ola bilər. Hər hansı bir subyektiv münasibət ora əlavə oluna bilər. Və şagird anlamalıdır ki, hər deyilən sözü doğru olub-olmadığını müəyyənləşdirmək üçün mütləq onu özü araşdırıb öyrənməlidir və özü mənbədən oxumalıdır. Bu şagirddə tənqidi təfəkkürü formalaşdırır və eyni zamanda dəyər formalaşdırır. Bilmədiyim məsələyə fikir bildirməyim, bəlkə mənim bilmədiyim məsələlər var və yaxud çatdırılan fikir doğru olmaya bilər. Bu kimi dəyərləri formalaşdırır ki, bu da əlbəttə ki, müasir dünyamızda bilirsiniz ki, sosial şəbəkələrin çox geniş yayıldığı bir dövrdə insanlarımız üçün ən vacib olan bacarıqlardan biridir ki, insanlar bəzən informasiyanın əsas mənbəyinə baxmadan müxtəlif fikirlər bildirirlər, əsası olmayan fikirlər bildirirlər və həmin fikir bildirən adamla danışanda məlum olur ki, ümumiyyətlə o heç bir prosesdən hali deyil və sadəcə ağlına bu fikir gəldiyi üçün müəyyən bir qeydlər aparmışdır, rəy bildirmişdir. Bax, bu istənilən informasiyanı sual altına salmaq həm də bu cür vacib bir dəyəri formalaşdırır. Bu da şagird mərkəzli öyrənmədir. Belə ki, şagird özü araşdırır, özü öz sualının cavabını tapır, informasiya savadlığı şagirddə inkişaf edir, problem həll etmə bacarığı inkişaf edir və şagirddə müstəqil qərar vermə, eyni zamanda məsuliyyətli qərar vermə, düşünülmüş qərar vermə kimi bacarıqlar formalaşdırır. Sorğu əsaslı yanaşmanı əgər belə kiçik şəkildə ardıcıllığının prosesini təsvir etsək, problemin qoyulması, problemin həlli üçün datanın toplanması, yəni informasiyaların toplanması, informasiyaların təhlil edilməsi və nəticənin çıxarılması kimi çox qısa şəkildə biz təsvir edə bilərik. Aynur xanım, müəllimlər adətən bu tip dərslərin keçirilməsi zamanı düşünürlər ki, şagirdlərdə akademik biliklərin formalaşdırılması azlıq təşkil edir. Bu isə gələcəkdə onların hər hansısa bir sahə üzrə akademik biliklərinin azlığına səbəb olacaq ki, kifayət qədər məlumatlı olmasalar, onlar nələrsə itirə bilərlər. Bu həqiqətən belədirmi? Təşəkkür edirəm suala görə. Çox vacib məqama toxunmusunuz. Bəli, müəllimlər adətən məsələyə belə yanaşırlar ki, fizika kimi öyrədilməlidir, kimya kimi öyrədilməlidir və müəllim əgər informasiyanı birbaşa özü ötürmürsə, şagirdin öyrənməsi uğurlu ola bilməz. Amma təcrübə bunu göstərir ki, bu doğru yanaşma deyil. Yəni siz şagirdə hər hansı bir problemi verəndə və bu problemin həlli üçün onun müəyyən akademik biliklər əldə etməsi lazımdırsa,
problemin həlli zamanı şagird araşdırma apararkən ona hansı biliklərin lazım olduğunu özü müəyyənləşdirir. Və bu biliklərin onun üçün əhəmiyyətli olduğunu məhz bu problemin həllində özü bu qənaətə gəlir. İnsanın özünün gəldiyi qənaətin icrası başqası tərəfindən təklif olunan icradan daha səmərəli olur. Əgər mən bu qənaətə gəlmişəmsə ki, bəli, mən bu biliyi öyrənməliyəm ki, buradakı problemi həll edim, orada öyrənmə prosesi daha yüksək olur. Və şagirdlər araşdırma apararaq akademik biliklər əldə edirlər. Burada ikinci bir müsbət məsələ ortalığa çıxır ki, insanın özünün öyrəndiyi hazır şəkildə verilən informasiyadan daha uğurlu olur. Bu ikinci müsbət tərəf. Şagird qazandığı akademik bilikləri problemin həllində tətbiq edəndə burada üçüncü müsbət proses baş verir ki, şagird nəyi, nə üçün öyrəndiyini və harda tətbiq edəcəyini başa düşür, görür, anlayır və bu zaman onun öyrənməsi daha yüksək olur. Və ən əsası da bu öyrənmə prosesində şagirdlərdə araşdırma, informasiya savadlığı, problem həll etmə, nəticə çıxartma, qərar qəbul etmə kimi bacarıqlar istər-istəməz formalaşır. Yəni bunlar elə bacarıqdır ki, onlar həm də sosial bacarıqlardır və bu bacarıqlarsız insana həyatda yaşamaq çox çətindir. Ona görə də yalnız akademik biliklərə yönəlmək bu heç də həmişə uğurlu olmur. Amma akademik biliklərsiz də mümkün deyil, bu fikirlə də biz razıyıq. Sadəcə əsas məsələ akademik biliklərin necə əldə olunmasıdır. Bax, müəllimlərin ən çox, belə deyim, yanlışa yol verdiyi məsələ budur. Müəllimlər həmişə müəllim mərkəzli yanaşmaya üstünlük verirlər. Çünki orada biliklərin hazır şəkildə ötürülməsi var və bu çox rahatdır. Şagird mərkəzlidə müəllim daha çox yönəldici olsa da onun işi daha çətindir və daha fərqlidir. Bu nöqteyi nəzərdən, yəni bu pedaqoji yanaşmalara müəllimlərin özlərinin yanaşmasını biz anlayırıq. Amma şagirdin mövqeyindən baxanda və hansı tərəfdən baxırsa baxaq, akademik biliyi şagird hətta gələcəkdə karyera quranda, ali məktəbdə oxuyanda o bilmədiyini çox asanlıqla tapıb öyrənə bilər. Əgər biz onda araşdırma, nəticə çıxartma, informasiya savadlığı kimi bacarıqlar formalaşdırmışıqsa. Bu nöqteyi nəzərdən əlbəttə ki, müasir pedaqoji yanaşmalar şagirdlər üçün çox faydalıdır. Və daha vacib bir yanaşma bu inteqrativ yanaşmadır. Son illərdə bütün dünyada aktuallaşmışdır. Fənlər arası öyrənmə, həyatla inteqrasiyanın artırılması, bu kimi məsələlər öyrənmənin əsasında dayanır. Şagirdlər sinifdə öyrəndiklərini digər fənlərlə və eyni zamanda həyatla əlaqələndirərək öyrənirlər. Məsələn, layihə əsaslı öyrənmə bunun ən vacibi və ən öndə gedənidir. Bundan əlavə, məsələn, bizim məktəblərdə tətbiq olunan STEM layihəsi, STEM fənni də fənlər arası öyrənməyə, həm də həyatla əlaqənin qurulmasına kömək edən fənlərdən biridir. Refleksiv yanaşma da bu şagirdi bu cür düşünməyə yönəldən yanaşmanı özündə əks etdirir. Yəni müəllim sinifdə gördüyü işləri haqqında şagirdləri düşündürməli, şagirdlərin öz fəaliyyətini dəyərləndirməyə yönəltməli, şagirdlərdə analiz apararaq nəyi təkmilləşdirə bilərəm, öz zəif güclü tərəflərimi müəyyənləşdirim, necə və nəyi öyrənməliyəm kimi sualların cavabının tapılmasına kömək edən bir yanaşmadır. Bu əsas düşünmədir. Yəni insan bu cür düşünməyi bacaranda o özü müxtəlif problemlərini rahatlıqla həll edə bilir. Refleksiv yanaşma şagirdlərdə metakognitiv bacarıqlar, ömür boyu öyrənmə bacarığı formalaşdırır ki, bu çox önəmli bir şeydir. Metakognitiv bacarıqlar da bilirsiniz ki, özünü qiymətləndirmə, özünü təhlil və özünü inkişafdır. Bu bacarıqlar insanda olanda onun ömür boyu öyrənməsi həmişə yüksək səviyyədə olur. Ümumiyyətlə qeyd etmək istərdik ki, bütün dünyada yanaşma belədir. Müəllim necədirsə, cəmiyyətdə o cürdür. Müəllimlərə tövsiyə odur ki, şagirdləri öz dövrlərinə uyğun yox, onların yaşayacağı dövrə uyğun formalaşdırsınlar. Və
bunu reallaşdırmaq üçün adlarını çəkdiyimiz pedaqoji yanaşmalar ən yaxşı nümunələrdəndir. Aynur xanım, ətraflı izahınıza görə sizə təşəkkürümüzü bildiririk. Ümid edirik ki, müəllimlər üçün faydalı bir dərs olacaq və dediklərinizə əsaslanaraq sertifikatlaşdırma imtahanında yaxşı bir nəticə göstərə biləcəklər. Mən də müəllimlərə uğurlar arzulayıram. Bu dərsləri təşkil etdiyinizə görə sizlərə təşəkkür edirəm. Düşünürəm ki, dərslərimiz müəllimlər üçün həqiqətən faydalı olacaq. Uğurlar olsun. Təşəkkür edirik. Sağ olun. Əziz müəllimlər, bugünkü buraxılışımız bu qədər. Növbəti verilişlərdə görüşənə qədər.